Kim halal ruzi qazanıb yiyirsə, Allah həmin adamı bağışlamayacaq. Ömrü boyu həmin adam zülüm çəkəcək. Halal pul qazanan. Heç nəyə olmayacaq bu həyatda. Əynindəki paltarı olacaq, bir də əlindəki sumkası. İşlədiyin ancaq verəcək marketə, gedəcək kaminala, qaza, suya, işığa, bir də qarnına yedir. Amma haram qazanan insanlara Allah Teala hər şey qismət edir. Maşın da qismət edir, ev də qismət edir, can sağlığı da qismət edir. Öləndə də millət də yığılır başına, Allah rəhmət eləsin, aparıb bastırırlar, qarnı gedir. Ona görə də bugünkü gündə haram qayıb, haram gəzən, haram maşın sürən insanların hörməti halal çörək qazanan insanlardan üstündür. Ona görə də bugünkü gündə kim halal çörək yesə, ömrü boyu zülüm çəkəcək. Haram çörək yesən, kef eləyəcəksən. Altında 100 minlik maşında olacaq, villonda olacaq. İstədiyin toyda, xeyir işdə səni də sayacaqlar. Hamı da sənə yaxşı baxacaq. Amma halal pul qazanan insanlara deyəcəklər, bunun başı xarabdır, bunun başında çatmır. Sakit qalın, yola verin, boy çıxsın, geçsin.